Salamlar. Mənə şagirdlər çoxlu suallar ünvanlayır biologiya məsələləri ilə bağlı. Mən də bugün belə bir məsələni həll edəcəm. Erkəkçiyin tozluğundakı ana tozcuq hüceyrələrinin sayı x, əmələ gələcək mikrosporların maksimum sayı 96, əmələ gələcək spermlərin sayı isə y-dir. Cədvələ əsasən x üstə gəlsin y-i tapın. Deməli, biologiyada bildiyimiz kimi hər bir ana tozcuq hüceyrəsi meyoz bölünmə nəticəsində 4 ədəd mikrospor əmələ gətirir haploid sayda. Və bizim belə bir düst olacaq. Ana hüceyrə sayı vurulsun 4 ədəd mikrospor sayı bərabərdir mikrospor sayına. Yəni əmələ gələcək sporların sayı. Buradan biz alarıq ki, ana hüceyrə nə qədərdir? X vurulsun 4 bərabərdir. Əmələ gələcək sporların maksimum sayı isə 96 idi. Buradan x bərabərdir 24. Sonra bizə y-i tapmaq lazımdır. Və hər bir mikrospor inkişaf edərək tozcuq dənəciyinə çevrilir. Tozcuq dənəciyi daxilində isə generativ hüceyrə mitoz yolla bölünərək 2 ədəd spermi əmələ gətirir. Yəni, hər bir mikrospordan 2 spermi əmələ gətirir. Və bu zaman mikrospor sayını biz vuracağıq 2-yə. Mikrospor sayı burada 96 idi. 96 vurulsun. Burada eləyəcək 192. Y-imiz bərabərdir 192-yə. Və bizdən də cədvələ əsasən x üstə gəlsin y soruşur. Bu zaman x-imiz 24-dür. Y-imiz isə 192-dir. 124 üstə gəlinsin 192 bərabərdir. Olacaq 106.